Filistin'e sustuk. Haksızlık karşısında susan dilsiz şeytandır. Zalim o şahs değildir ki zulüm eylesin. Zalim o şahsdır ki zulme baş eğsin. Eğer Azerbaycan insanlarına, Türkiye insanlarına, tüm Müslümanlara karşı başka ülkeler zarar verecek olursa onlara öyle bir dua okurum ki yerle yeksan olurlar. Bu duayla Allah şeytanı cennetten kovmuştur. Kalem suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Nun. Andolsun kaleme ve yazıya. Sana Rabbinin nimeti verilmiş sadece. Sen deli değilsen. Eğer siz eskiksiz bir ecir gözleyir seni. Sen gerçekten büyük bir din özülünün üstündesen. Sen de göreceksen, onlar da görecekler. Hansınız delidir? Şüphesiz Rabbin daha yaxşı tanıyır yolundan sapmışları. Daha yaxşı tanıyır doğru yolu tapmışları. Sen de daha üz gösterme hakkı danan kimselere. İsterler onlara yumuşak olasan ve onlar da seninle yumuşak davrana. Üz gösterme tez tez and içen her alçağa. Nöksan gezen söz gezdiren qeybətçiyə, xeyir işə əngəl olan, həddi aşan suç yiyəsinə, quru, qəliz və əsilsiz kimsəyə, nə qədər mal, dövlət, oğul, uşaq yiyəsi olsa belə itaat eləməyəsən beləsinə. Ona ayələrimiz oxunan zaman bunlar öncə gəlib getmişlərin əfsanələridir deyər. Burnuna damğa basarıq. Aclığa, quraqlığa uğradarıq biz belə dinsizləri. O bağ sahiblərini də belə bir bəlaya salmışdıq biz bir zaman. And içmişdilər səhərin gözü açılmamışdan bağın bütün məhsulunu tez yığalar. And içəndə Allah qoysa deməmişdilər. Onlar yuxuda ikən Rəbbinin dərgahından gələn bir bəla bürüdü bu bağı. Qapqara qaraldı bağ. Səhər tezdən bir-birini səslədilər. Məhsulu yığmaq istəyirsinizsə, bir tez olun, gəlin. Bağa tərəf gedə-gedə astadan deyirdilər. Bugün gərək bir kasıbı bağa buraxmayasınız. Bu niyyətlə səhər ertə bağa yollandılar. Niyyətləri baş tutacaq sandılar. Bağı o halında görən tək dedilər. Şübhəsiz yolumuzdan sapmışıq. Üstəlik də hər şeydən məhrum olmuşuq. İçlərindən bir yaxşısı dedi. Sizə demədimmi anın, öyün Allahı? Dedilər, ucalardan ucadır Rəbbimiz. Biz özümüz özümüzə zülüm eləmişik. Qınamağa başladılar bir-birini. Dedilər, yazıqlar olsun bizə.
azğınları şübhəsiz. Bəlkə bundan yaxşısını verə bizə Rəbbimiz. Biz artıq hər şeyi Rəbbimizdən umarıq. Belə idi onlara verilən əzab. Ahirət əzabısa daha böyükdür. Bunu bilsəydilər. Nemət cənnətləri gözləyir müttəqiləri Rəblərinin dərgahında. Özlərini Allaha təslim edən kimsələrlə susurları biz heç tay tutarıqmı? Axı nə olmuş sizə, nəyə görə belə düşünürsünüz? Yoxsa sizə bir kitab nazil olmuş və hər şeyi bu kitabdan öyrənirsiniz və seçdiyinizi orada seçirsiniz. Yoxsa qiyamət gününə qədər bizimlə əhdləşmisiniz ki, taleyiniz düşündüyünüz kimi də olacaq. Onlardan soruş gör, hansı birisi bu işi öhdəsinə götürmüş. Yoxsa ki, yanlarında Allahın şərikləri var. Varsa onlar da doğru sözlü, düz əməlli kimsələrdirlərsə, gətirsinlər bu şərikləri. O gün aradan pərdələr götürülər, hamını səcdəyə çağırarlar. Kafirlərin heyi olmaz, əylələr. Kafirlərin heyi olmaz, əylələr. Fağır zillənər aşağı, zillət bürümüş gözləri. Dünya həyatında da onları səcdəyə çağırardılar. O vaxt sağlam idilər. Burax mənim öhdəmə bu Quranı dananları. Özləri də duymadan bir götürərik onları biz aradan. Möhlət verirəm onlara, mən işimi möhkəm tutanam. Yoxsa onlardan bir əcirmi umursan və ağır bir borc altında qalmış onlar. Yoxsa qeybin bilgisinə onlar mı yiyyət çıxmış? Onlar mı yazırlar o ilahi yazını? Rəbbin öz hökmünü verən nə qədər səbr elə. Balıq sahibi Yunusa oxşamayasan. Dərd əlindən səslənmişdi Rəbbini. Rəbbinin dərgahından rəhmət yetməsəydi ona, qınanmış bir kimsə tək Yunusu səhraya atardılar. Rəbbi suçundan keçdi onun, yaxşılardan elədi, Peyğəmbər seçdi onu. Quran eşidən zaman sənə baxarlar və baxışlarıyla az qalırlar, səni vurub yıxalar. Quransa bir öyüddür, aləmlərdən ötrüdür.